Değerli tələbələr, bu gün sizlərə çoxluqlar mövzusunun izahını verəcəyim. Gəlin başlayaq ilk sualdan. Bizə hələ ki burada düsturlarımız lazım deyil, amma bəzi suallarda istifadə edəcəyik. Çoxluqlar mövzusunda bizə deyir ki, birinci sualda sinifdə ingiliscə bilən 16 şagird, almanca bilən 24 şagird var. Gəlin əvvəlcə bir Venn diaqramı çəkək. Sonra bizə verilənləri burada qeyd edək. Deməli, ilk olaraq deyir ki, baxın, yazın bir tərəfinə ingiliscə bilən, digər tərəfinə almanca bilən. Bizə deyir ki, sinifdə ingiliscə bilən 16 şagird. İngiliscə bilən, yəni sadəcə bura 16 yazmırıq. Çünki sadəcə ingilis dili bilən deyil bu. İngiliscə biləndir. Yəni sadəcə sözün, yalnız sözün bizdə işlətmir. Belə başa düşək ki, bu hissə yalnız ingilis dilidir. Bu hissə, baxın, sizlər üçün qeyd edeyim. Bu hissə yalnız almandır. Bu hissəmiz yalnız ingilisdir. Bu orta hissə bizim üçün hər iki dili biləndir. Lakin bizə ingilis dili bilən dedikdə isə, baxın, bizə əgər deyirsə ingilis dili bilən, biz bu ikisini bir yerdə götürürük. İngilis dili bilən, yəni bu Venn diaqramının özüdür. Şimdi gəlin başlayaq. Görək ondasa necə yazaq. Belə yazaq bizdə. İngiliscə bilən 16 şagird. Məsəl üçün, buranı X qəbul edək, buranı Y qəbul edək, buranı da Z qəbul edək. İngilis dili bilən dedikdə X plus Y bərabərdir 16-ya. Yazım kənardan X plus Y bərabərdir 16-ya. Sonra almanca bilən 24 şagird var. Almanca bilən artıq baxın bu ikisi bir yerdədir. Yəni Y plus Z. Y plus Z bərabərdir 24-ə. İndi deyir ki, ingiliscə və ya almanca bilən 32 şagird olduğuna görə hər iki dili bilən neçə şagird var? Yəni hamısı bir yerdə, hər birini nəzərdə tutur. Hamısı birlikdə 32-dir. Hamısı birlikdə deyişdə baxın bunun özünü nəzərdə tuturuq. X, Y, Z. Üçünün də cəmi neçədir? 32-dir. X plus Y plus Z bərabərdir 32-yə. İndi buradan təbii ki, rahatlıqla tapa bilərik. Biz buraya yerinə qoyaq. X plus Y-im əgər 16-dırsa, X plus Y-im 16-dırsa, Z-im buradan elə 16-ya bərabərdir ki, toplayanda mənə versin 32-ni. Z 16-dır. Əgər Z 16-dırsa, ondasa Y-im lazımdır mənə, hər iki dili bilən. Y-im neçə olur? Y-im də buradan Z-in yerinə 16 qoysaq, Y-im burada bərabər olar 8-ə, toplayanda 24 eləsin. Yəni Y-imiz bərabərdir 8-ə. Sonra növbəti suala keçək. Bizə deyir ki, hamının futbol və voleybol oynadığı bir sinifdə 28 şagirddən, gəlin yenə bir Venn diaqramı çəkək və bizdə verilənləri bura yerləşdirək. Deməli, deyir ki, hamının futbol oynadığı futbol və voleybol. Bir tərəfinə futbol, digər tərəfinə voleybol yazıram. İndi baxın. 28 şagirddir, hamısı bir yerdə, X, Y, Z və hər kəs burada 28 şagirddir, hamısı da ya futbol oynayır, ya da voleybol oynayır, ya da hər ikisini oynayır. Ondasa belə yazıram, hamısı bir yerdə deyirsə X plus Y plus Z. Bu bərabərdir 28-ə. Bu 28 şagirddən 18-i futbol, 18-i futbol, yalnız futbol demədi, sadəcə futbol dedi. Futbol deyirsə X plus Y. X plus Y bərabərdir buradan 18-ə və deyir ki, 5-i futbol və voleybol, yəni ikisi bir yerdə, Y-im 5-dir. Y-im 5-dirsə, X-im neçədir? Y-im 5-dirsə, X-im 13 olmalı ki, toplayanda 18 eləsin. Sadəcə X-im burada 13-dür. Hamısı bir yerdə 28-dirsə toplayanda, bu elədi 18, deməli 10 nəfərdə voleybolu qaldı. Sinifdə ancaq voleybol oynayan neçə nəfərdir? 10 nəfər. Ancaq voleybol, baxın, ancaq voleybol dediyinə görə mən burada voleybol desəydi 5-dən 10 götürəcəkdim. Yəni cəmin 15 götürəcəkdim. Ancaq voleybol dediyinə görə burada Z-i götürürəm. Cavabımız 10-dur. Sonra baxırıq 3-cü suala. Bütün tələbələri rus və ya ingilis dilini bilən bir qrupda bura yazım rus dili, bura yazım ingilis dili.
Bütün tələbələr də iştirak edəcək. Tələbələrin 18-i yalnız rus. Yalnız rus dediyinə görə 18-i bura birbaşa yaza bilərəm. 25-i yalnız ingilis. Yenə bura yaza bilərəm. İngilis dilini bilir. Əgər tələbələrin 75%-i hər iki dili bilirsə, qrupda neçə tələbə var? Cəmi neçə tələbə var? Mən buranı bilmirəm. Amma bunu deyir ki, 75%-i hər iki dili bilir. Baxın yoldaşlar, burada 75%-i hər iki dili bilirsə, yerdə qalan 25% isə yerdə qalan 25%. Demək ki, hər iki, belə deyim də, ingilisdən rusa qalır. Yalnız ingilisdən yalnız rusa qalır. 75%-i, baxın belə qeyd edək burada. 75% hər ikisidirsə, hər ikisi. Onda yerdə qalan 25% də, baxın bu 18 ilə 25-dir. Yəni cəmi neçə olur? 43. Onda isə belə yazaq. Biz neçənin %25-i 43 nəfərdir. Onu tapaq. Yəni ümumi sinifdə nə qədər insan var, onu tapaq. Sonra nə edək? Burada 75% nə qədərdir? Yəni hər iki dili bilən nə qədərdir? Onu taparıq. Yaxşı, gəlin yazın bunu. Buradan x-in bərabərdir. Bu 4/1 deməkdir. İxtisar birbaşa ixtisar apara bilərəm. Əslində belə düşünün də. X-i mən 4/1-ə vuranda, yəni 4-ə ixtisar gedin də qalır 43. X-i buradan tapmaq üçün 43-ü 4-ə vuracağım. Bu da neçə eləyir? X bərabərdir 172-yə. 172 dənə tələbə var. 172 dənə tələbənin 75%-i hər iki dili bilir. Yəni 172-nin 75%-ni tapaq. %75-i neçədir? %75 nə deməkdir? İxtisar gedir 4-ə 3-ə. Onda isə burada da yenə 4-ə ixtisar edək 172-ni. 4 dəfə, 3 dəfə. Hədə 43 zaten onsuz da 4-ə vurmuşduq. 43-ü də 3-ə vursaq neçə eləyər? 129 eləyər. 129 nəfər. Hər iki dili bilir. Bizdən onsuz da cəmi neçə tələbə var? Bizdən bunu soruşurmuş. 172, yəni tapmışıq əslində. Bunu tapmamıza heç bir ehtiyac yox olmuş. Qrupda cəmi neçə tələbə var? Tapdıq ki, 172 tələbə var idi. Bu da 3-cü sualımız. Sonra keçirik 4-cü suala. Sonra baxa bilərik 4-cü suala. Bizə deyir ki, 40 nəfərlik sinifdə İngiliscə bilənlərin sayı 24. Almanca bilənlərin sayı 12 nəfərdir. Hər iki dili bilməyən 10 nəfər olduğuna görə. Gəlin baxaq. Deməli, həm də 40 nəfər olsalar da, bunların arasında heç birini bilməyən də, yəni ki, nə ingilis dili bilən, nə də almanca bilən tələbələr var. Yəni, hər biri üçün deyə bilmərik ki, bu 40 tələbənin hamısı ya ingiliscə bilir, ya almanca bilir, ya da ikisini də bilir. Yox, 10 nəfəri hər iki dili bilmir. Yəni, belə deyim, heç bir dili bilmir. 40 nəfərlik sinifdə ingiliscə bilənlərin sayı, bu bir tərəfə ingilis dili yazıram, digər tərəfə alman dili yazıram. İndi baxın, yenə x, y, z kimi götürsəm, bizə deyir axı 10 nəfəri bilmir. Yəni, bu mənim diaqramımda neçə nəfər iştirak edəcək? 30 nəfər. 40-dan 10-un çıxsam, 30 nəfər iştirak edəcək. Bunların hamısı, hansısa dili bilənlərdir. Ona görə 10 çıxıb 30 almalıyıq. 30 nəfər iştirak edəcək. Ona görə yazıram x plus y plus z bərabərdir 30-a. Sonra deyir ki, İngiliscə bilənlərin sayı. İngiliscə bilənlərin sayı x-dən y-dir. X plus y bərabərdir neçəyə? 24-ə. Almanca bilənlərin sayı 12 nəfərdir. Almancada y-dən z-i götürürük. Y plus z bərabərdir neçəyə? 12 nəfərə. İndi buradan rahatlıqla tapa bilərik ki, hər iki dili, yəni y-i tapaq. Məsəl üçün, bax, bu düsturumuzda, yuxarıda yazdığımızda, x plus y-in yerinə 24 qoysam, z-imiz 6 olar, düzdürmü? Z-im 6-dırsa, 6 ilə nəyi toplayanda 12 eləyir? Deməli, y-imiz də yenə 6-ya bərabərdir. Davam edək, 5-ci suala baxaq. Yəni, deməli, burada nə edək? Əgər hər iki dili bilməyən vardırsa, bunları mən diaqramda çıxıram, sonra üçünün cəmini ona bərabər götürürəm. Baxaq buradan 5-ci suala. Bizə deyir ki, 40 şagirddən 30 nəfəri üzə bilir. 27 nəfəri futbol oynaya bilir. 5 nəfər isə heç birini bacarmır.
Yəni heç birini bacarmırsa artıq mənim diaqramımda kim nə qədər insan iştirak edəcək? 40 şagird, ümumi 40 şagird var. 5 nəfəri heç birini bacarmır nə üzməyi, nə də futbol oynamağı. Ona görə nə edəcəyik? Biz 35 nəfər üzrə diaqram quracağıq. Yəni belə eləyək. Aşağıda 20 olmadığı üçün üstündən yazmaq istəyirəm. Sildim onun için. Buradan yazaq. Yaxşı, bura yazıram. Üzə bilir. Üzmək. Bir də ki, neyini? Futbol oynaya bilir. Futbol. Yaxşı, gəlin. 40 şagirddən 30 nəfəri, 5 nəfəri, 30 nəfər bura 2x, y, z yazım. Dedik ki, hamısı bir yerdə neçə nəfər üzrə quracağıq? Biz 35 nəfər üzrə. Çünki 5 nəfəri heç birini bilmir. 2x plus y plus z bərabərdir neçəyə? 35-ə. Sonra baxırıq, deyir ki, 30 nəfəri üzə bilir. 30 nəfəri üzə bilirsə, x-lə y-in cəmi bərabərdir 30-a. Buradan z-i tapırıq. X, y-im 30-dursa, z-im 5-dir. Sonra indi bizə deyir ki, baxaq, neçə nəfər şagird həm üzə bilir, həm də futbol oynaya bilir. Həm üzə bilsin, həm də futbol oynaya. Bunu oxumamışam hələ. 27 nəfəri futbol oynaya bilir. 27 nəfər futbol oynayırsa, y plus z də bərabərdir 27. Əgər z-im 5-dirsə, y-im neçədir? Y-im 22-dir. Deməli, 22 nəfər həm üzə bilir, həm də futbol oynaya bilir. Növbətə keçək başqa bir suala. Bu 6-cı sual. 6-cı sualda artıq bir dənə düstur yazmalıyıq ki, onları rahat-rahat yazaq. Mən bu düsturu sizin üçün geniş bir yerdə yazım. Baxın, bu yuxarı hissədə yaza bilərəm ki, siz də özünüz üçün skrin götürəsiniz. Hansı düsturdan istifadə edək burada? Deməli, üçünü də, yəni üçlü bir Venn diaqramında bunların hamısını rahat-rahat yerləşdirə biləcəyimiz bir düsturumuz var. N, A birləşmə B birləşmə C. Bu hissələri silim ki, sizin üçün. Bunlar mənim düsturuma aid deyil. Bu bərabərdir. Ayrı-ayrılıqda götürürük. A-nı, B-ni, C-ni. Məsəl üçün də ingiliscə danışan, almanca danışan, rusca danışan vardırsa, bunların hər birini ayrı-ayrılıqda götürürəm. Minus AB minus AC minus bir də BC. Yəni, hər üçünün də ortaq. 2-2 ayırsam ortaqları. Bir də bu üçünün də birləşimi var. A, BC plus ABC. Yadda qalması bir düsturdur. 3 dənə ayrı-ayrı toplayırıq. Sonra bu ikililəri çıxırıq. Sonra üçünü bir dəfə də toplayırıq. Yaxşı, gəlin, indi mən bu düsturu tətbiq edeyim bizim misalımızda. Məsəl üçün, 6-cı sualda 28 nəfərli sinifdə şagirdlərin 10-u ingiliscə. Baxın, yazın. Mən axırda hər üç dili bilən neçə nəfər? Yəni, bu üçünü də bilən deyil. Bu üçlüyü soruşur məndən. 10-u ingiliscə. Başlıq qalsın. Məsəl üçün, baxın, bunun üzərində yazıram. Aha, bu mənim düsturumdur. Burada şagirdlərin 10-u ingiliscə. Birinin yerinə 10 qoyuram. 28 nəfərli sinifdə deyirsə, 28 nəfərli sinifdə baxın, hamısı. Əgər mənə demirsə ki, hansısa birini bilməyən var, gəlin əvvəlcə oxuyaq. Hansısa birini bilməyən, yəni iştirak edən var ya, yoxsa 28 ilə bütün götürürük. 28 nəfərli sinifdə şagirdlərin 10-u ingiliscə, 15-i fransızca, 13-i almanca danışır. Baxın, bunların hər birinə birini götürəcəm. Birinin 10, birinin 15, birində 13. Bu sinifdə 8 şagird ingiliscə və fransızca, bunun birini 8 götürəcəm. İngiliscə və almanca, bunun birini 5 götürəcəm, digərini 6 götürəcəm. 6 şagird bu 3 dildən heç birini bilmir. Baxın, bilməyən var imiş. Ona görə mənim iştirak eləyəcək neçə nəfərim? 28-dən 6-sını çıxsam 22 nəfərim. Yəni, başa yazacağım 22 bərabərdir. Gəlin, indi bir qoyaq yerinə. 10 plus 15 plus 13 minus, artıq bax 2 illəri keçdim. Bir dənə 8 yazıram, birinə 5 yazıram, birinə də 6 yazıram. Bu 6 şagird fransızca və almanca danışır. Məndən soruşur bu ABC-ni, yəni üçünün də ortağını. ABC-ni də qoyun bura. İndi bu sadəcə hesablamadır. Hesablasaq əgər 22 bərabərdir. Bu elədir 25, üstünə də 13-ün gəlsəm 38. 38-dən 8-ini çıxsam 30, 5-ini çıxsam 25, 6-sını da çıxsam 19 plus ABC. ABC buradan artıq nəyə bərabərdir? 3-ə bərabərdir.
19'un üzerinde gəlsəm 22 eləyər. ABC bərabərdir 3-ə. Bəli, düsturla yazdıqda daha asan tapmaq olar. 7-ci sualda bizə nə deyir? 7-ci sualda bizə deyir ki, sinifdəki şagirdlərdən 34'ü futbol, 33'ü basketbol oynayır. Onlardan 16'sı hər iki idmanla məşğul olursa, bu sinifdə neçə şagird idmanla məşğul olur? Yaxşı, gəlin bir dənə yenə Venn diaqramını çəkək. Üzərində yazaq ki, görmək bizim üçün asanlaşsın. Deməli, futbol oynayan, bir də basketbol oynayan var. Futbol, basketbol. Deməli, yenə x, y, z kimi yazıram. Bizdən indi bunun cəmini soruşur. X, y, z soruşur. Gəlin baxaq. Sinifdəki şagirdlərdən 34'ü futbol. 34'ü futbol deyirsə, bu ikisi bir yerdə futboldur. 33'ü basketbol oynayır. Bu ikisi yeni basketboldur. Y plus z 33 yazmalıyıq. Onların 16'sı hər iki idmanla məşğul olursa. Baxın, 16'ı buraya yazdıqda artıq bəlli olur. İkisini də ayrı-ayrı tapa bilərik. Baxın indi. 34'ü futbol oynuyor. Bunlardan 34'dən 16'nı çıxıram ki, yalnız futbol oynayanı tapım. 34'dən 16'sını çıxsam eləyər neçə? 18. Burada da 33'ü də basketbol oynuyor. 33'ü də basketbol oynuyorsa 33'dən, yəni 33 bilsiz nəyə bərabərdir? Y plus z-ə bərabərdir. Yəni yalnız basketbolu tapmaq üçün 33'dən 16'sını çıxmalıyam. Bu da mənə verir 17. İndi bu sinifdə neçə şagird idmanla məşğul olur deyirsə, hamısının bir yerdə x plus y plus z soruşur. Bu da məndən bunların cəmidir. Yəni 18 plus 16 plus 17. Bu da mənə verəcək 51. D variantına uyğun gəlir. 8-ci sualda sinifdəki 50 şagirddən 20 nəfəri futbol, 25 nəfəri basketbol oynaya bilir. Sinifdə həm futbol, həm basketbol oynaya bilməyən 15 nəfər var. Yəni 15 nəfər mənim diaqramımda o 15 nəfər iştirak eləməyəcək. Sinifdə məsəl üçün 50 şagird var axı. Bunların 15'i mənim diaqramımda iştirak eləməyəcək. İştirak edənlər kimlər olacaq? 50'dən 15'ini çıxsam 35 nəfəri. 35 nəfəri mənim diaqramımda iştirak edəcək. Onda isə bir tərəfə futbol yazıram. Eyni qayda ilə. Baxın, fərqli bir sual yoxdur. Basketbol. Deməli, buradan x, y, z şəklində yazsam, 3'ün cəmi 35'dir. Mənə deyir ki, 25 nəfər futbol. Yəni x plus y bərabərdir 25'ə. Bizə nəyi soruşur? Hər iki oyunu oynaya bilən, yəni y soruşur. Burada 50 neçə yazdım mən? 50 20 nəfəri futbol. Hə, ikisi bir yerdə futbol 20 nəfər idi. Bunu bir dənə düzəldək. 20 nəfər futbol, 25 nəfər basketbol, yəni 25 nəfər y plus z bərabərdir nə? 25'ə. İndi baxın, x plus y-in yerinə qoysam 20, z-in bərabərdir 15'ə. Z-im 15'ə bərabərdirsə, y plus z bərabərdir 25'ə. Z-im 15'dirsə, y-im 10 olmalıdır. Düzdürmü? Y-im də 10'a bərabərdir. Buradan ikisi də tapa bilərik. Y 10'dursa, x-im neçədir? X-im də 10'dur. Yəni məndən y soruşur. Yəni hər iki dili bilən məndə də 10 nəfərə uyğundur. 9-cu suala baxaq. 9-cu sualda bizə deyir ki, sinifdəki 36 şagirddən hər biri ən azı bir xarici dil öyrənir. Yəni hər biri dediyinə görə 36 nəfərin 36'sı da iştirak edir deməkdir. Diaqramımızı çəkək. O 36 şagirddən baxın nə deyir? İngilis və alman. Məlumdur ki, ingilis dilini 24 şagird. Baxın, bu ikisi bir yerdə ingilis dilidir. X, y, z şəklində yazsam yenə. Y-lə x-in cəmi, x-lə y-in cəmi 24 şagird. Bir də bunların sinifdəki 36 şagird hamısını nəzərdə tuturuq. X plus y plus z bərabərdir 36'ya. Sonra mənə deyir ki, 24 şagird ingilis dilini, x-lə y-in cəmi 24'dür. Sonra deyir ki, alman dilini 18 şagird öyrənir. Y plus z də bərabərdir 18'ə.
Baxın, ikisini y-in 24 qoysam yerinə z-in buradan 12-dir. Z-i 12 yazsam, z-im 12-dirsə y-im 12-nin üstünə neçəsini gəlməliyəm ki, 18 eləsin, y-im 6-dır. Burada deməli y 6-dırsa, x-im 18 olmalıdır. Deməli, bizdən neçə şagird həm alman, həm də ingilis dilini öyrənir, deyir 6 nəfəri yenə daxil edirik bura. Eyni tipli suallardır, fərqli bir sual yoxdur belə baxdıqda. 10-cu sualda da yenə yerim olmadığı üçün mən bunu da yuxarıdan yazım. Bizə deyir ki, qrupdakı 40 nəfər şagirddən, 40 nəfərdən 18'i şahmat, 20'si də nerede oynaya bilir? Grupta hem şahmat hem nerede oynaya bilmeyen 10 nəfər olduğuna görə dediyim kimi yenə 10 nəfəri mən bu diaqramıma daxil eləməyəcəm. 40 nəfərdir. 10 nəfərin diaqramıma daxil eləməsəm 30 nəfəri qalar. X plus Y plus Z bərabərdir 30'a. 18'i şahmat deyirsə ikisinin Y-im cəmi 18'dir. Y-lə Z dediyinə görə 20'dir. Yəni şahmat nerede oynayabilir? Y-lə Z. Yenə eyni qaydını tapaq. Nəyi soruşur? Hər iki dili hər iki oyunu oynayabildiklərinin, yəni Y soruşur. X-nin Y 18'dirsə, Z-im burada 12'dir. Z-im 12'dirsə, Y-im 8'dir. Gəlin 11-ci suala baxaq. 11-ci sualda bizə deyir ki, 34 şagirdin olduğu sinifdə 21 şagird kimya imtahanından kəsilir. Yaxşı, gəlin baxaq. Burada diqqət edəcəyiniz bir şey var. Biz kəsilənləri yox, keçənləri götürəcəyik. Elə baxın. Burada yazırıq ki, kimya var, bir də riyaziyyat var. Kimya, riyaziyyat. İndi deyir ki, 34 şagirdin olduğu sinifdə 21 şagird kimya imtahanından kəsir. 6 nəfər kimya imtahanından keçib, riyaziyyatdan kəsilir. Kimya imtahanından keçir. 6 nəfər. Yazın bura. 6. Amma ki, ikisi bir yerdə 6 qəbul etməliyik. Hələ ki, bunu dursun bir kənarda. Ya da belə yadımıza saxlayaq. Hələ ki, oxuyaq. Riyaziyyatdan kəsir. İkisindən neçə nəfər şagird var? Necə? İkisindən keçən neçə nəfər şagird var? Həm kimyadan keçsin, həm də riyaziyyatdan keçsin. Bunu tapmalıyıq. Yaxşı, bizə deyir ki, indi belə yazsaq. 34'dən mən bu 34'dən çıxıram. 21'i. Niyə? Bunlar kimya imtahanından kəsir. Kimya imtahanından kəsilir. Yəni nədən keçir? Riyaziyyatdan keçir. Baxın, bu ikisi bir yerdə. Yazaq da, belə yazaq. X plus yenə eyni qayda yazaq. X plus Y plus Z bərabərdir 34. 34 şagirdim var. 21 şagird kimya imtahanından kəsir. Kimyadan kəsirsə nədən keçir? Riyaziyyatdan keçir. Yəni bu ikisi bir yerdə. Y plus Z bərabərdir neçəyə? 21'ə. Və indi deyir ki, 6 nəfər də kimya imtahanından keçir, riyaziyyatdan keçir. Kimyadan keçir 6 nəfər. X plus Y də bərabərdir nəyə? 6'ya. İndi X plus Y-im və yaxud da necə oldu yerinə qoya bilərsiniz. Yəni bizdən bu Y soruşur, ikisindən keçəni soruşur. Y plus Z-i qoyaq yerinə. Bu edir 21. X-im burada neçədir? X-im bərabərdir. 34'dən 21'in çıxsam qalır 13'ü. Yəni X-imin özü 13'ü. Yalnız X 13'dür. Və əgər X-im 13'dürsə, sanki səhv oldu. Yəni baxın. 21'dir. Axı X-in Y-i toplayanda bizdə eləyir 6 nəfər. Belə yazıq da, 34'dən çıxım. Bu ikisinin cəmini ki, məndə qalsın bu ortaq. 34'dən çıxmalıyıq. 21 minus 6'nı. Bu da mənə verəcək neçəni? 34'dən plus 6'nı. 27'sini çıxsam 7 nəfər. 7 nəfər hər iki fəndən keçmiş olar. Kimya və riyaziyyatdan da keçmiş olacaqdır. Baxaq 12-ci suala. Onun sualda deyir ki, Rus, İngilis və ərəb dillərini bilənlərdən təşkil olunan bir qrupda
Hər 3 dili bilən 5 və deməli yenə bu üçlü diaqramda mən yenə bayaqçı yazdığımız düsturdan istifadə edəcəm. Yazım buradan yenə sizlər üçün də yadınıza düşmüş olsun. AC minus BC plus ABC. İndi yəni bizə verilənləri bu şəkildə yerləşdirim. Deyək ki, bilənlərdən təşkil olunan bir qrupda hər 3 dili bilən 3 nəfər. Yox, 5 nəfər. Hər 3 dili bilən 5 nəfər. Hər 3 dili bilən baxın budur, 5 nəfər. Plus. Aha. İngilis və ərəbcə bilən 7 nəfər. Yenə hansısa bir ikiliyə 7-ni qoyuram. Minus. Sonra ingiliscə və rusca bilən 8 nəfər. Birinə 8 qoyuram. Rusca və ərəbcə bilən 9 nəfər var. Burada 9'u qoyuruq. Qrupda 20 nəfərin ingiliscə, birinə 20 qoyaq. Sonra 25 nəfərin rusca və 30 nəfərin də ərəbcə bildiyi məlumdursa, bu qrupda neçə nəfər var? Baxın, buranı soruşur. X. Buranı bilmirəm. Buranı soruşur elə. Gəlin bunu hesablayaq, buranı tapaq. 30 ilə 25 bu. Bir də 20-ni toplayırıq. Sonra da çıxırıq bunlardan həmin rəqəmləri. 55, 20 də bu. 75, 75-dən 9'unu çıxsam 66, 66'dan 8'ini çıxsam 58, 58'dən 7'sini çıxsam 51, üzərinə 5'in gəlsəm 56 edər. X bərabərdir 56'ya. Düsturu yazıb yerinə qoyuruq və həll edirik. 13-cü sualda deyir ki, sinifdə ingilis və ya alman dilindən ən az birini bilən 42 nəfər var. Yəni hamısında 42 nəfər var. İngiliscə bilənlərin sayı almanca bilənlərin 3 misli. Baxın, bu şəkildə yazım yenə sizin üçün. İngiliscə və almanca. Hamısı bir yerdə, yəni buradan hamısı bir yerdə neçədə 42 nəfər var. İngiliscə bilənlərin sayı almanca bilənlərin 3 misli. Bu ingiliscə, yəni ikisi bir yerdə almanca bilənlərin sayının 3 misli. Əslində bunu götürə bilərik. Bir də ki, deyir ki, hər iki dili bilənlərin 6 misli qədərdir. İngilis dili bilənlər hər iki dili bilənlərin 6 misli. Bura 2 yazıram, bura 5x. Baxın indi. İngilis dili bilənlər nə qədər olur? İngilis dili bilənlər dedikdə bunu bütöv götürülür. Bu da edir 6x, düzdürmü? 6x. Hər iki dili bilənlərin 6 misli qədərdir. Baxın, x-in 6x, x-in 6 mislidir, düzdürmü? Bir də deyir ki, ingilis dili bilənlərin sayı, yəni 6x, almanca bilənlərin sayının 3 misli. Almanca bilənlər 2x olmalıdır ki, yəni bu ikisi, baxın, bir yerdə 2x olmalıdır ki, bu 6x bunun 3 misli olsun. Bir də biz bilirik ki, artıq hamısı bir yerdə nə qədərdir? 42 nəfərdir. 5x plus 2x plus 2x bərabərdir nəyə? 42 nəfərə. Hamısı bir yerdə edir. 7x bərabərdir 42-yə. X-in bərabərdir nəyə? 6-ya. İndi istəyirdən neçə nəfər? İngiliscə bilir. İngiliscə bilən nə qədər idi? 5x-dən 2, yəni 6x. 6x-im nəyə bərabər olacaq? 36-ya. X-in yerinə 6 qoysam 36 nəfər ingiliscə bilmiş olacaqdır. Baxaq 14-cü suala. 14-cü sualda bizə deyir ki, kənddə hər evdə heyvan saxlanılır. Dovşan və toyuq. Dovşan və toyuq saxlanılır. Məlumdur ki, 43 evdə dovşanlar, 39 evdə toyuqlar, 12 evdə isə həm dovşanlar, həm də toyuqlar saxlanılır. 12 buradır. Hər iki evdə. Kənddə cəmi neçə ev vardır? Yaxşı, yəni bunlardan hesablayaq ki, neçə dənə ev vardır. Hamısının bir yerdə cəminə baxacağıq. Deməli, məlumdur ki, 43 evdə dovşan. Dovşan dediyinə görə 43 evdə dovşan var. 12'si hər ikisinə daxildirsə, bu 43-dən 12'ye çıxıram ki, yalnız dovşan ev olan evləri tapım. Bu da neçə edir? 43-dən 12'ye çıxsam 31. Aha. Bir də deyir ki,
39 evdə də toyuq saxlanılır. 39 evdə toyuq saxlanılırsa, ikisi bir yerdə 39-dur. Mən yalnız toyuq saxlanılan evləri tapmaq üçün 39-dan 12-ni çıxmalıyam. Bu da mənə verəcək 27-ni. İndi bütün cəmi neçə ev var deyəndə hamısını bir yerdə toplayıram. 31 plus 27 plus 12 deyək. Bu da bərabərdir 70-ə. A variantımız doğru cavabdır. 15-ci sualda yenə yerim yoxdur. Buradan yazacağım yuxarı hissəsini. Ona görə bunları təmizləyim ki, həmin yerdən yazaq. Bizə deyir ki, konferansın 40 üzvündən 6-sı nə rus dilini, nə də alman dilini bilmir. Mənim cədvəlimə, bura, Venn diaqramıma daxil eləməyəcəyim bu 6 nəfəri. Konferansda 40 üzv var, 6-sı bura daxil eləmirəm. Nə rus dilini bilir, nə də alman dilini bilir. Deməli, hamısı bir yerdə mənim üçün nə qədərdir? X, Y, Z kimi götürsəm, hamısı bir yerdə 34 nəfərdir. Mən Venn diaqramıma 34 nəfər daxil edəcəm. Onlardan 19-u rus dilini, 19-unu rus. İkisini əgirtin cəmi 19. Və deyir ki, 5 isə hər iki dili bilir. 5-i bura birbaşa yaza bilərik. Onda, baxın, y-im 5-dirsə, x-im neçədir? X-im bərabərdir. 19-dan 5-in çıxsam 14-ə. Neçə nəfər alman dilini bilir? Yəni, y plus z-i soruşur bizdən. Y plus z bərabərdir neçəyə? Deməli, x-nin y-im 19-dursa, z-imin özü neçədir? 34 edilməsi üçün 19-un üzərinə 15-in gəlməliyim ki, 34 eləsin. Yəni, bura 15-ə bərabərdir. Baxın, y-nin z-i alman dilini, yalnız alman demir. Neçə nəfər alman dilini bilir deyirsə, almanı bütün götürürük. Yəni, bu diaqramı 5-dən 15 var burada da. 5-dən də 15 toplayıram, eləyir 20. 20 nəfər alman dili bilir. 16-cı sualımızda yenə düsturdan istifadə edəcəyik. Düsturu yazın burada sizlər üçün, sonra yerinə yerləşdirək. Ədəbiyyat dərnəyinin 44 üzvündən gəlin yazım, sonra yenə bayaq kimi alt hissəsində hər birini qeyd edərik. Bərabərdir. Deməli, A plus B plus C minus AB minus BC minus AC plus ABC. Yəni, yerləşdirək. Deyir ki, deməli, 44 üzvündən, dərnəyin 44 üzvündən 25-i şeir. Birbaşa 44-ü bura yazmıram. Çünki bizə deyə bilər ki, heç birini yazmayan var. Onu çıxa bilərik. Yəni, deyir ki, 44 üzvündən 25-i şeir. Hansısa birinə şeir götürüm. Yazım bura neçə? 25. 28-i povest. 26-sı hekayə yazır. Sonra deyir ki, onlardan 15-i həm şeir, həm hekayə. Birini götürürəm, nə? 15-i. Bura başlayayım, burada çıxaq olmalıydı. Çıxaq, 15. Çıxaq. 13-ü həm povest, həm hekayə. Həm də bir dəqiqə gözləyin. 13-ü həm povest, həm də hekayə. 5-i isə həm şeir, həm povest, həm də hekayə yazır. Yəni, bunu soruşur. Bunu deyir mənə. 5-i üçünə daxil olandır. Və burada bu qalıbdır deyəsən. Neçə nəfər şeir və povest yazır? Hansısa birini. Bu 44-ü onda demədi də bizə hansısa heç birini yazmayan yoxdur. 44-ü bura yerləşdirim. İndi bunu hesablayırıq. Buradan x tapırıq. 44-ümüz bərabərdir. 25, 28, 26. Bunları toplayaq əvvəlcə eləyir 51, 59, 79. 79-dan bunları çıxaq. 79-dan 15-ini çıxdıqda 64. 64-dən çıxıram 13-ün eləyir 51. 51-in də 51. 51-dən 5-i gəlim üstünə əvvəlcə. 51-in üstünə 5-ini gəlsəm eləyər 56. 56 minus x. İndi x-i buradan tapaq. X-im də bərabərdir 56-dan neçəsini çıxan da 44 eləyir. Ona görə 56-dan 44-ünü çıxıram. Bu da mənə verir 12-ni. D variantına uyğundur. Alman və ingilis dili bilənlərdən, Alman və ingilis dillərindən ən az birini bilənlərdən təşkil olmuş qrupda 2 dil bilənlərin sayı ancaq bir dil bilənlərin sayına bərabərdir. Ancaq bir dil bilənlərin,
En azı bir dil bilenlerin sayı ancaq bir dil bilenlerin sayı neçə mislidir? Yaxşı, bunu belə götürək. Qəbul edirəm. Bu bir dənə Venn diaqramı çəkək, yerləşdirək gözümüzün önündə dursun ki, daha rahat tapa bilək. Yaxşı yazıram. Alman, İngilis. Deməli, bizə deyir ki, bir də oxuyaq. En az birini bilenlerden təşkil olunmuş qrupda, yəni hamısını nəzərdə tutur. İki dil bilenlerinin sayı, iki dil bilenlerin. Baxın, yəni bu ortanın sayı nəyə bərabərdir? Bir dil bilenlerin sayına bərabərdir. Ancaq bir dil bilenlerin. Baxın, mən buranı x, buranı y götürsəm. Bura nəyə bərabərdir? Ancaq bir dil. Ancaq Alman dili x-dir. Ancaq İngilis dili y-dir. Bunların cəminə bərabərdir, sayına bərabərdir. En az bir dil bilenlerin sayı, en az bir bilenlerin sayı ancaq bir dil. En az başlayın, en azı bir dil bilenlerin sayı ancaq bir dil bilenlerin sayının neçə mislidir? Yaxşı, onda belə götürüm. Bütün hamısını götürürük ilk öncə. Niyə? Çünki en azı bir dil bilenlerin sayı, onda hər birini götürürəm. Məndə bütün qrupdakı şəxsləri soruşur. X plus y plus y. Baxın, hamısını götürdüm. Bu deyir ki, bu bir dil bilenlerin ancaq bir dil bilenlerin sayı neçə mislidir? Ancaq bir dil bilenler ikisine y. Bunların sayı neçə qatıdır? Plus y. Bərabərdir. Nə o alınır burada? Belə yazıram. Baxın. Burada yerim qalmayıb. Aşağıdan yazmalıyım. Belə yazıram. Yuxarıda nə alınır? Yuxarıda 2x 2y. Burada da x plus y. Yuxarıdan x y çıxarda bilərəm mötəriz kənarına. Yəni daha doğrusu 2'ni çıxarıram mötəriz kənarına. Qalır x plus y. Aşağıda da x plus y qalıb onsuz. İndi burada ixtisar gedir. Bu ikisi qalır 2. Demək ki, nəymiş? 2 misliymiş. Baxın 18-ci sualı. 18-ci sualda bizə deyir ki, kursdakı şagirdlərin 70%-nə nə qələm, yox, 70%-nə qələm, 40%-nə isə kitab verirlər. Venn diaqramı çəkək. Demək ki, kursdakı şagirdlərə qələm və kitab verirlər. Bu şagirdlərin 40%-nə 70%-nə qələm veriblər, 40%-nə kitab veriblər. Həm qələm, həm də kitab alan 12 şagird olduğuna görə. Kursda qələm alan neçə nəfərdir? Qələm alanları soruşur. Deməli, əslində yoldaşlar, baxın, burada bizim bir detaya fikir verə bilərik. Bizə deyir ki, 70% qələmdə 40% kitab. İkisi bir yerdə 110% edir, düzdürmü? Bu artıq biz nəyi götürsək, hər şey 100% kimi götürürük. Qələm alanlarla kitab alanların hamısı bir yerdə 100%-dir. Hər ikisini alanlar artıq bu yerdə qalan 10%, 70%-dən 40%, 110%. Bu 10%-i ikisində alanlardır. Neçənin 10%-i 12-dir. Yəni hər ikisini alan 12-dir. Buradan x-in bərabərdir nəyə? 120-yə. İxtisar getsə 120-ni 10-a bölməliyəm ki, 12 eləsin. Ona görə x-in bərabərdir 120-yə. Yəni 120 nəfərdir. Bunun neçə nəfəri? 12 nəfəri hər ikisini alıbdır. 40%-i kitab veribdir. 70%-nə qələm. Yəni qələmi tapaq. Elə bizdən neçəni soruşur? Qələm alınanı soruşur. 120-nin 70%-ni tapaq. 120-nin buradan yazım elə. 70%-i. %70. Bir dənə bağışlayın. %70'ini tapırıq. Bu 100'ün sıfırın biri bundan ixtisar gedir, biri bundan ixtisar gedir. 12'ni 7'ye vuranda 84. Yəni baxın, bura birbaşa 84 yazmırıq ha. Niyə? 84 qələm alanlardır. Yəni bax bura x, y götürsəm x plus y-in bərabərdir 80-ə. Yəni 84-ə. 84-dən 12'sini çıxıram ki, yalnız qələm alanları tapım. 84-dən 12'sini çıxsam eləyər 72. 72 nəfər də qələm alanlardır. Digərində eyni qayda. Bizi bağışlayın. Neçə nəfər qələm alıb? Hə, bizdən ümumini soruşur. Ümumini soruşursa, elə 84 nəfər qələm almış olur. Yəni ikisi bir yerdə. Kitabı da yenə 40%-in, 120-nin 40%-ni də tapıb kitab alanlara yaza bilərik.
Sonraki sualımıza keçək. 19-cu sualda bizə deyir ki, 16 nəfərlik bir qrupda Azərbaycanca danışa bilənlər ingilis dilini də bilir. Amma fransız dilini bilmir. Bu alt qrup var burada. Yaxşı, gəlin belə baxaq. Həm fransızca, həm də ingiliscə bilən 2 nəfər, ancaq fransızca bilən 5 nəfər və ancaq ingiliscə danışa bilən 4 nəfərdir. Yaxşı, gəlin də bunu yerləşdirək. Bir dənə Venn diaqramını çəkirəm ilk öncə. Deyirəm, bura yazım ingilis dilini, fransız dilini, ingilis və fransız. Bura ingilis yazım, burada fransız yazaq. İndi deyək ki, 16 nəfərlik bir qrupdur. Hamısının cəmi 16-dır. İngilis dilini, belki Azərbaycanca danışa bilənlər ingilis dilini də bilir, amma fransızca bilmir. Baxın, Azərbaycan dili əslində ingilis dilinin daxilindədir. Yəni, baxın, buradan balaca bir dənə diaqram çəkirəm. Bura yazıram Azərbaycan dili bilənlər. Azərbaycan dili bilənlər həm də ingilis dilini bilir, amma fransız dilini bilmir. Fransızdan aidiyyəti yoxdur. Sonra deyək ki, həm fransızca, həm də ingilis dili bilən, həm fransızca, həm də ingilis dili, yəni bu ortağı deyil, 2 nəfərdir. Buraya yazıram 2. Ancaq fransızca bilən 5 nəfər, ancaq ingiliscə danışa bilən 4 nəfər var. Azərbaycan dilini bilən neçə nəfərdir? Azərbaycan dilini bilən olacaq burada. Gəlin hesablayaq. Hamısı bir yerdə 16-dır. 16-dan çıxıram bu yerdə qalanları. 5-i, 2-ni, 4-ü çıxsam Azərbaycan dilini taparam ki, neçə nəfəri var orada. Cəmi neçə eləyir? 4-dən 2, 6, 5 də bu 11. 5 nəfəri də Azərbaycan dili bilən imiş. Baxın, bu alt çoxluq nə deməkdir? Bu alt çoxluq, yəni Azərbaycan dili bilən, ingilis dili bilənlərin alt çoxluğudur. Yəni sadəcə ingilis dilinə daxildir. Bu qrupun içindədir. 20-ci suala baxaq, bir də son sual olaraq 20-ci suala baxaq. Bunu da yenə yuxarı hissəsindən yazım ki, yaza bilək. Deyir ki, İdman klubunun 70% futbolçu, 40% basketbolçudur. Bir tərəfinə futbol yazım, bir tərəfinə basketbol yazım. Aha. 70% futbol, 40% basketbolçudur. 10 nəfər həm futbolçu, həm də basketbolçu olduğuna görə 10 nəfəri bura birbaşa yaza bilərik. Ancaq futbol oynayan neçə nəfər var? Ancaq futbol. Yəni, baxın, bu hissəni soruşur məndən. Gəlin, belə baxaq. Bu 10 nəfər, baxın, yeni bayaqçı kimi 70 nəfər futbolçudur, 40 nəfər, 40% də basketbolçudur. Bu axı eləyir 110%. 110% artıq bu 10%, oradakı artıq 10%, bu 10 nəfərdir. Yəni, belə baxaq. Bu neçədir ki, yəni neçə, idman klubunda neçə nəfər var ki, bunun %10%, 10 nəfərdir. Bu eləsində nədir? X-im 100'dür. X-im 100 olsun ki, 100 ilə 100 yıxsa geçsin, qalsın 10. X bərabərdir 100'ə. Demək ki, idman klubunda 100 nəfər var imiş. Bunun 70% futbolçudur. 100'ün 70% ilə 70'dir. Yəni, ikisi bir yerdə 70'dirsə, bura qalır 60. İndi baxın, 40% basketbolçudur. Basketbolçu deyəndə bu ikisini götürürük. 40% deyəndə 100'ün 40% ilə 40'dır. Yəni, 40% basketbol, ikisi bir yerdə 40'dır, bura onda 30 qalır. Məsələn, bizə nəyi soruşur? Ancaq futbol oynayan 60 nəfərdir. Ancaq futbol, yəni bu hissəni götürürük, sadəcə bu hissəni. Buranı götürmürük. Bu hər iki dili biləndir. Bağışlayın, hər iki oyunu oynayandır. Sizlərə izahım bu qədərdir. Bu da bizim çoxlular mövzusuna aid suallarımız. Sizlərə kifayət eləyər ki, buradan həm belə bir düsturlarımıza baxdıq, həm faizlə olanlara baxdıq, həm də normal, digər daha çox bu tipli düşən suallar var ki, yox, bağışlayın, bu belə rəqəmlə verilməyən, baxın, bu rəqəmlə verilməyən misli söhbətlərin içinə baxdıq. Yuxarı ki, ona qədər sual var idi, daha çox bu tipdən düşür. Düşünürəm ki, artıq bu izahımı sizin üçün kifayət edər ki, sizə düşən sualları yazasınız.